Salam dəyərli izləyicilər, Azərbaycanda banklar bu kredit borclarını silib xəbəri ətraflı şəkildə diqqətinizə çatdırıram. Bu ilin birinci yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb və qeyd olunur ki, bunlar qeyri-işlək kreditlərdir. Silinmələrin 61,1%, yəni 34,6 milyon manatı istehlak kreditləri üzrə, 38,9%, yəni 22 milyon manatı isə biznes kreditləri üzrə olub. Bu ilin iyulun 1-nə Azərbaycanın bank sektorunun qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur. Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımın 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditlərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verib. Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı, yəni 30%-dən çoxu, biznes kreditlərinin 431 milyon manatı, yəni 14,9%-dən çoxu, ipoteka kreditlərinin isə 35 milyon manatı, yəni 3,5%-dən çoxu qeyri-işlək hesab edilir.